Şagirdlərin bəzən çətinlik çəkdiyi məsələlərdən biri də xronoloji ardıcıllıq məsələsi olur. Xüsusilə də testlərdə eradan əvvəl, bizim era, bəzən isə eradan əvvəllə bizim eranı eyni bir testin içərisində gördükdə xronoloji ardıcıllığın necə düzülməsi ilə bağlı suallar verirlər. Gəlin indi bu məsələlərə baxaq. Əvvəlcə eradan əvvəldən başlayaq. Azərbaycan ərazisində İskit şahlığının yaranması. Eramızdan əvvəl 7-ci yüzillik. İranzunun mərkəzləşdirmə siyasətinə qarşı üsyanın baş verməsi eramızdan əvvəl 719-cu il, Manna dövlətinin süquta uğraması eramızdan əvvəl 590-cı il. Hadisələrdən biri yüzilliklə verilib, digər ikisi isə illə verilibdir. Gəlin hər birisini yüzilliyə çevirək. Bundan əvvəlki paylaşımımızda ili yüzilliyə çevirməyin qaydasını paylaşmışdım. Yüzilliyi bildirən rəqəmin üzərinə bir əlavə edirdik. Deməli, bu olur eramızdan əvvəl 8-ci yüzillik. Bu isə eramızdan əvvəl 6-cı yüzillik. Hər birisi yüzilliyə çevrildi. Eradan əvvəl olduqda illəri, yüzillikləri, minillikləri hansı verilibdirsə, böyükdən kiçiyə doğru düzürük. Yəni, əvvəlcə 2, sonra 1, sonra isə 3. Böyükdən kiçiyə doğru. Bizim erada necədir? Kürşadın başçılığı ilə türklərin üsyanı 639-cu il, Bumu Xaqanın başçılığı ilə yeni türk dövlətinin əsasının qoyulması 552-ci il, Qərbi Göytürk dövlətinin yaranması isə 588-ci il. Bizim era olduqda isə kiçikdən böyüyə doğru düzürük. Yəni, əvvəlcə 2, sonra 3, sonra isə 1. Yəni, eradan əvvəl olduqda böyükdən kiçiyə doğru illəri düzürük. Bizim era olduqda isə kiçikdən böyüyə doğru. İndi isə hər ikisi bir yerdə verildikdə nə edəcəyik? Qırmızıqaşlılar üsyanı baş verib 1-ci yüzillikdə. Makedoniya İskəndərin Hindistana yürüşü baş verib eramızdan əvvəl 327-ci ildə. Bu da eramızdan əvvəl 4-cü yüzillikdir. Akkad imperiyasının süquta uğraması baş verib eramızdan əvvəl 22-ci yüzillikdə. Sarsarqlar üsyanı isə baş verib 184-cü il. Bu da bizim eranın 2-ci yüzilliyidir. Bu zaman əvvəlcə eradan əvvəl olanları düzürük, sonra isə bizim eraya baxırıq. Eradan əvvəl olanların da qaydasını bilirdik ki, böyükdən kiçiyə doğru düzəcəyik. Yəni, əvvəlcə 3, sonra 2, bizim erada isə kiçikdən böyüyə doğru 1, 4. Yəni, qısaca eradan əvvəl olduqda böyükdən kiçiyə doğru illəri, yüzillik verilibsə yüzillikləri, minillik verilibsə minillikləri, bizim era olduqda isə kiçikdən böyüyə doğru düzürük. Hər ikisi bir yerdə verildikdə isə əvvəlcə eradan əvvələ baxırıq, sonra isə bizim eraya.